Keçən səfərki videodan belə başa düşdüm ki, mənim Rus şəhərlərim auditoriyanın xoşuna gəlir. Ona görə bir müddət mən Rusiyanın Rus şəhərləri haqqında video çəkəcəm. Belə bir rubrik olacaq kanalda. Bu səfər çəkəcəyim video Bechevinka şəhəri haqqında olacaq. Bechevinka Kamçatka yarımadasında yerləşir. Şəhər Sovet vaxtında Sovetlər Birliyinin hərbi şəhərciyi kimi qurulubdur. Burada Sovet donanmasına aid sualtı qayıqlar yerləşdirilirdi. Bu şəhər xəritədə belə yox idi. Bura tam qapalı bir hərbi şəhər idi. Şəhərin ən pik vaxtında şəhərdə təxminən 5500 adam yaşayırdı. Yəni bu ən pik əhali sayı olubdu. Şəhərdə yaşayanlar hərbiçilər, mühəndislər və onların ailələri idi. Şəhərin bütün xərclərini Sovet hökuməti qarşılayırdı, çünki bu şəhər çox vacib strateji bir nöqtədə yerləşirdi. Şəhərdə məktəblər, mağazalar və hətta mədəniyyət evləri mövcud idi. Şəhərdə heç bir özəl sektor yox idi. Lakin 1991-ci ildə Sovet hökuməti dağılandan sonra şəhərdə hər şey dəyişildi. Pul çatışmadığına görə və ölkədə qeyri-stabillik olduğuna görə şəhərdə olan baza bağlanıldı. 90-cı illərin ortalarında şəhər tam boşaldı və şəhərin əhalisi sıfıra düşdü. Şəhər mənə bir şeyi xatırladır ki, ən güclü sistemlər belə bir gün yox ola bilər və bəli, bu belədir. Belə güclü, belə strateji bir şəhər də bir gün xəritədən silindi. Yəni gördüyünüz kimi də şəhər xarabaya çönübdü. Şəhərdə dağılmış binalardır.